Herkese salam dostlar. Bugün də yepyeni bir videoda qarşınızdayım. Uzun bir aradan sonra video gəlir. Bugünkü videomuzda bugün gələn qapçılar və həmin bu qapçıların belə deyək, hansı alınmalıdır, hansını almalıyam kimi suallar olur insanlarda və buna bir cavab tapmaq lazımdır. Yəni bunun üçün bir yorumlayacağım bu qapçıları. Öncəliklə bura gələk biz qapçıları, həmin bu qapçılar kimlərdir? Pickford'dur, Paesi, Diego Costa'dır, bir də Livakovic'dir. Burada bu qapçılarda yeni bir güc var. Yəni bu gücü də buradan göstərək. Məsələn, Pickford'dan gələk buradan. Defansa talimat. Bu defansa talimat nədir? Buradan gəlirik. Baxın, bura defansa talimatı biz buradan göstərək sizə nədir. Yəni nə kimi becəridir? Bu defansa talimat bu kaleci becerisi kendi yarı sahasının gerisində pozisyon olan defans oyuncuların savunma becerilərini artırır. Yəni bu nə deməkdir? Tutalım deyək ki, hansısa bir oyuncunuzun defansif katılımı azdır. Düzdürmü? İkinci hissədə falan yorulur. Bu qapçı ona elə bir talimatlar verir geridə olduğu müddətdə. O oyuncu öz pozisyonunu qoruya bilər. Yəni qapçı gördüyünə görə, sahanı daha geniş gördüyünə görə, gələn hücumu gördüyünə görə bu beləcə onun qarşısını alır. Yəni bu talimat defansa talimat üçün kalecinin hansı gücü çox olmalıdır ki, belə deyək, bunu yerinə yetirə bilsin. Öncəliklə defansa talimat olmaq üçün qapçıda, yəni bu işi daha yaxşı yerinə yetirmək üçün mütləq ki, mücadilə ruhu olmalıdır qapçıda. Bundan əlavə kapitanlıq olmalıdır. Yəni həm qapçıda mücadilə ruhu, həm də kapitanlıq olduğu müddətcə qapçı daha yaxşı belə deyək talimat verə bilir. Bir də talimatın əsas şeyi də, yəni belə deyək, yəni onu edə bilməsi üçün, daha yaxşı edə bilməsi üçün karar farkındalığı da yüksək olmalıdır ki, qapçı bunu yerinə yetirə bilsin. Biz isə gələk bu qapçılara indi hansıların neçə səviyyələrə çıxır və kimlərlə qiyaslana bilər, ona da keçid edək. Hal-hazırda dostlar burada gəldik və qapçıların güclərinə baxaq. Yəni neçə səviyyələrə çıxdığını. Öncəliklə gəlirik biz buradan Jordan Pickford'a. Buradan bunu eləyirik 88, yəni normalda çox adamda 88-dir. Bunu artırırıq. Buradan da bir dənə buna saving verəcək, amma öncəliklə belə də baxaq. Belə də gördüyünüz kimi kare farkındalığı çox yüksəkdir, 97-dir, tutması 87-dir. Uzanmasıdır, refleksidir. Bunlar da 92, 89 səviyyələrə qədər çıxa bilir. Burada zıplaması da 85-dir. Və indi biz buradan bu qapçını, yəni kimlə qiyaslamalıyıq? Belə deyək, kimlə ola bilər bu? Öncələ bunu qarşılaşdırma eləyirik və onun rəqibi Vitor Baya. Vitor Baya. Nəyə görə Vitor Baya? Çünki Vitor Baya'nın boyu həmin bu qapçımızla eyni demək olar ki, boydadır. Yəni yəni boyları eyni boydadır. İkisini də artırırıq, gücü gətiririk buradan 88-ə və çeviririk, baxırıq. Hal-hazırda gördüyünüz kimi Vitor Baya hər iki ayağını işlədə bilən bir qapçıdır. Amma bu Jordan Pickford'un yanında bəzi gücləri 1, 1 və 3 səviyyə geri qalır. Hətta reflekslərdə Vitor Baya daha yaxşıdır. Təbii ki, indi güc baxımından Jordan Pickford'un da o gücü var, amma zıplamada Vitor Baya yenə də bu qapçımızdan daha yaxşıdır. Buna görə bu iki qapçını qiyaslayırıq. Unutmayın ki, Vitor Baya ilə Jordan Pickford'un boyu demək olar ki, bərabərdir. Yəni buna görə alınıb alınmaz mı desəz, Vitor Baya'ya görə Jordan Pickford alınmaz. Bu, yəni paketin içindən Jordan Pickford mənim fikrimcə qətiyyən alınmaz. Əgər Jordan Pickford desəz ki, çox yüksəklərə çıxardıq. Buradan baxın, belə eləyirsiniz. Bunu da yatırırsınız bura, oldu Jordan Pickford. Jordan Pickford'un hal-hazırda gördüyünüz güclərinin hamısı 90 və üzəri oldu. Yəni 90 və üzəri bir Jordan Pickford gördünüz siz. Bir digər yanından biz gəlirik, buradan çıxaq. Onun həmən yanında olan Livakovic'e. Ümumiyyətlə Livakovic'in də bu şəkildə bir güclərinə baxaq. Gördüyünüz kimi Livakovic'in gücləri olduqca yüksək səviyyələrə gəlib çata bilir. Və Livakovic bu paketin ən yaxşısı, yəni adlandırmaq olar. Bunun səbəbi isə Livakovic'də ümumiyyətlə hələ bu güc verilməyib. Buradan gəlib biz Livakovic'e saving verdiyimiz zaman 101 səviyyə qədər çıxır və burada gördüyünüz kimi baxın, bundan alıb
bura verdiyiniz təqdirdə Livakovic çox üstün bir qapıcı olur. Yəni çox həqiqətən sizin işinizi görə biləcək bir qapıcıdır. Hətta buradan bunu alıb, baxın buradan bunu verirsiniz. Gəlirsiniz bura, hamısını 90 səviyyələrə qədər də çıxara bildiyiniz bir qapıcıdır. Boyu da 1.87-dir. Yəni olduqca da belə deyək, qısa bir qapıcı da deyil, nə də çox uzun bir qapıcı deyil. Ter Stegenlə demək olar ki, eyni boydadır. Bundan sonra bizim Diego Costa'mız var. O da 1.86 boyundadır və o da 100 səviyyə qədər çıxa bilir. Diego Costa'nın gücləri isə adi səviyyələrdə belə, yəni çox üstündür. Və Diego Costa fərqləndirən özəlliyi odur ki, onda da yəni baxın burada bir dənə pasa verib gördüyünüz kimi pası alırsınız, bunu alırsınız. 1-2 verdiniz, bunda 89 səviyyə qədər çıxır. Yəni artıra bilərsiniz. Yenə buradan məsəl üçün bir dənə alın. Tutalım, buradan almaq olmur. Düşür, buradan bir dənə alın. Bura verin, yəni oldu yenə 90. Diego Costa. Diego Costa'nın gördüyünüz kapitan kimi 95'dir. Yəni bunlara fikir verin. Kapitan kimi bu 95'dir. Kapitan kimi gördüyünüz kimi bu 78'dir. Kapitan kimi 78'dir. Yəni bu o deməkdir ki, Diego Costa meydançada savunma oyuncularına daha yaxşı bir dəstək sağlayacaq. Yəni bu o deməkdir. Daha yaxşı başaracaq bu işi. Ən sonunda isə Martin Paesi. Bunun boyu isə olduqca yəni yaxşıdır. 1.91'ə qədər çıxa bilir. Bəs Martin Paesi də gətirsək biz bir dənə saving versək buradan 100 səviyyəyə qədər çıxa bilir. Bəs bunu necə gücləndirmək olur? Ümumiyyətlə bunun bu qapıcısı gücünü alırsınız. Bunu buradan bundan alırsınız. Dərhal buradan baxın gətirirsiniz, verirsiniz. Oldu 90. Buna da bir dənə verdiniz. Və bu yerdə qalanı da birini bura atırsınız. Hamısını 90 eləyə bilərsiniz. Zıplaması isə 79'da qalır. Yəni belə eləmək çox qapıcıları belə etmək olur. Mən bu özəl basımlarını göstərirəm. Bunların sadəcə yəni belə bir basımları var ki, hamısını çox yuxarı səviyyələrə çıxartmaq olur 90 və 90 üzərinə. Bu qapıcımız boyuna görə yəni olduqca yaxşıdır. Deyəcəksiniz ki, indi boyuna görə bunu alırıq. Boyuna görə yəni alacağınız bu qapıcı unutmayın ki, yəni boyunu fikirləşirsiniz, amma digər özəllikləri aşağıda ola bilər. Buna görə biz gəlirik onu buradan Abbiati ilə qarşılaşdırırıq. Yəni Abbiati əgər kimdəsə varsa, Abbiatinin əvəzinə mən bu qapıcını ala bilərmiyəm kimi suallar da olacaq və burada görürsüz. Məncə Abbiatinin əvəzinə alınarmı? Təbii ki də alınmaz. Çünki Abbiatinin zıplaması ilə bir yerdə, yəni olduqca gözəl gücə sahibdir zaten Abbiati. Abbiati də siz məsələn bundan hələ bu qədər alıb bura verdiyiniz təqdirdə belə çox güclü bir qapıcı olur Abbiati. Zıplaması da yəni yüksək səviyyələrdə qalır. Yəni Abbiatiniz varsa bu Martin Paes alınmaz. Yox, əgər yoxdursa, ümumiyyətlə qapıcınız yoxdursa, hə Martin Paes alına bilər, amma unutmayın bu qapıcılara kapitanını mütləq şəkildə çıxartmalısınız ki, həmin güc, mücadilə ruhu və kapitanlıq. Paketdə, yəni ən alına biləcək ən yaxşı isim Livakovic'dir. İkinci sırada Diego Costa'dır. Üçüncü sırada bu Paesi. Dördüncü sırada Jordan Pickford'dır. Çünki Jordan Pickford, yəni alsaz Jordan Pickford, Vitorbia, yəni eyni şeydir. Bunu unutmayın. Diego Costa biraz uzundur. Paes yəni daha uzundur, amma Abbiati varsa alınmaz. Livakovic'dəki məncə boyuna görə, yəni gücünə görə bu paketin ən yaxşısı bu elə Livakovic'dir. Sizlər də yorumlarınızı yəni yazın, hansı qapısını seçəcəksiniz. Videoyu bəyənib kanalımıza da abunə olmağı unutmayın. Hamınızı çox sevirəm. Sağ olun.